Olsun dəyərli izləyicilərimiz. Məşdağa Vişnovka yolundayıq. 5 sot torpaqda belə bir sotaqlı evimizin təqdimatına gəlmişik. Evdə hal-hazırda yaşayış yoxdur. Həyətimiz və evin içi biraz dağınıqdır, artıq əşyalar çoxdur. İnşallah real alıcı gəlsin. 10 bir dənə maşın tutacağıq, ev sahibinə deyəcəyik. Daşsın, töksün çölə də, yəni hamısı. Ev təmizə çıxsın, sizə təhvil verilsin dəyərli izləyicilərimiz. 5 sotla belə bir bağlı, bağçalı. Həyətdə deyəsən parnik takiblər, yəni heç bir nəmişli rütubət olmadığını sübut edən bir şey var. O da parnikdir, dəyərli izləyicilər. Bilirsiniz ki, yəni nəmişli ərazidə parnik bitmir. Deməli, dəyərli izləyicilərimiz, 5 sot torpaqda yerdən kürsülü, 3 otaq, bir dənə həyəti göstərək. Burada yay mətbəxini göstərək. Evdə uzun müddətli yaşayış yoxdur. Yəni çöldən ümumiyyətlə yüngülvari restavrasiya ehtiyac var. Burada bizim belə bir həyat sistemimizdir. Hər iki tərəfin girişi var. Evimizin həm arxa tərəfindən, həm qabaq tərəfindən təsəvvür edin ki, iki tərəfindən girişi var. Həyətdə hamam sanitar qovşağı, istilik sistemimiz kombidir. Yəni istəyən olsa evin ya sağ tərəfindən, ya sol tərəfindən giriş-çıxış yarada bilər. Deməli, girişdən bir dənə belə bir holdur, koridordur. Sağda bizim belə bir yataq otağımızdır. Radiatorlarına qədər qoyulub. Sonra buradan istəsəz bu otağı yataq otağı kimi və ya zal kimi istifadə edə bilərsiniz. Burada belə bir mətbəximizdir. Hamam sanitar qovşağı da təmirlidir. Yəni təmiri var. Aksesuarlarda da hər bir şey var. Sadəcə burada çox tör-töküntüdür. Yəni əşyalar, artıq əşyalar çoxdur. Yəqin ki, evdə yaşayış yoxdur. Kimin əlindən nə keçib gətirib qoyub burada. Burada da belə bir qardırobumuzdur. Bankək balon qoymaq üçün kombi otağımızdır. Dəyərli izləyicilər, qiyməti 55 min manatdır. Bütün kommunalları var. Qazlı, su işığı, hər bir şey var. Şotçiklərdən qazla işığın şotçiki var. Sudakı belə samaxot gəlir. Qiyməti 55 min. Real ağızlarımızda da endirim var. Sənədimiz də bələdiyyədir. Ətraflı mobil nömrəmiz profildə bioda mövcuddur. Əgər sizin də satışlı evləriniz varsa müraciət edin. Gəlib çəkiliş edin, tez bir zamanda satışını həyata keçirək və səhifəmizi bəyənin, takib atın, dəstək olun, paylaşın. Sağ olun, Allah amandır.